İnsanın pula qarşı və maddiyyata qarşı sevgisi. Kanala abunə olmağı unutmayın, videonu bəyənməyi unutmayın. Nuş olsun. Çox sağ olun. Ofisiant xanıma xidmət eləyir və xanım hörmətsiz şəkildə ofisiantı yanına çağırır. Xanım, çox üzr istəyirəm. Mən 2 saatdır sizə xidmət eləyirəm. Heç bir ədəbsizlik eləməmişəm. Sizə qarşı heç bir hörmətsizliyim olmayıb. Mən də bir insanam. Niyə məni pişt eləyib çağırırsınız? Yadımdan çıxmışdı, çay boy verirəm. Bu arada adınız nə oldu? Avtomatik olaraq üz mimikası dəyişir insanın. Çünki pul bəzi insanlar üçün həqiqətən də çox vacib və önəm daşıyan bir instrument yox, daha deyərdim, hədəfdir. Başımı bıraq, pişt elə gələcəm. Başım bıraq, neyinsə əsas pul gəlsin, pişt elə gələcəm. Hələ, oğulsan. Əlbəttə ki, bu yumordur, amma həqiqətən də bəzi insanlar real həyatda bu ideologiyanı və bu təvəkküllə yaşayırlar.